üstündə qala Azərbaycanın ən yüksək dağlıq rayonudur Kəlbəcər. Coğrafi mövqeyi, xüsusilə çətin relyefə malik olması Kəlbəcəri regionun təhlükəsizlik səddinə çevirmişdi desək, yanılmarıq. Rayonda yerləşən yüksəkliklər strateji hərbi nəzarət imkanı yaradır. Həmçinin sərhəd xəttinin təhlükəsizliyini təmin edir. Bu səbəbdən 30 ilə yaxın rayona nəzarət Ermənistan üçün ilk növbədə müdafiə xəttinin dayağı idi. Eyni zamanda Kəlbəcərdən digər işğal olunmuş ərazilərlə əlaqə nöqtəsi kimi istifadə edilirdi. Biz əgər orada döyüşlər aparsaydıq, sözsüz ki, böyük itkilərimiz oldu. Kəlbəcərin işğaldan azad olunması çox böyük bir strateji bir elmdir, yəni stratejik səviyyədə. Ona görə də ona gələcək nəsillər öyrənməlidir. Çox dövlətlərdir bizim bu taktikalardan, strategiyalardan da yararlanırlar. Əslində 15 noyabr 2020-ci ildə Kəlbəcər rayonu işğaldan azad edildi. Qarabağ atəşkəs bəyanatına əsasən eyni tarixdə təhvil verilməsi qərarı alınsa da, Ermənistan tərəfinin Rusiya vasitəsilə Azərbaycandan xahişi ilə bu müddət 25 noyabradək uzadıldı. Səbəb kimi ərazinin böyüklüyü və relyefinin mürəkkəb olması göstərildi. Bir də humanizm. Məğlubiyyətlə barışa bilməyən ermənilər isə bu humanizm anlayışımıza cavab olaraq ərazini tərk edəndə evləri ilə yanaşı meşələrə də od vurdular. Biz isə bərpa edirik. Təkcə yandırılan yox, dağıdılan, talan olunan, yerlə yeksan edilən nə varsa hamısını yenidən qurub yaradırıq. Çünki Kəlbəcərin təbii sərvətləri, zəngin su ehtiyatları, meşələri, mineral mənbələri və faydalı qazıntıları Azərbaycanın iqtisadi potensialını artırır. Bu da işğaldan sonra regionun bərpası və reinteqrasiyası üçün geniş imkanlar yaradır. Yeni imkanlar isə həm də geosiyasi reallıqların formalaşmasının mühüm tərkib hissəsidir. Kəlbəcər Azərbaycan xalqının tarixində Azərbaycan dövləti üçün ən ciddi əhəmiyyət kəsb edən rayonlarımızdan biridir. Çox gözəl relyefə və eyni zamanda turizm imkanlarına, külək, su, günəş elektrik enerjisinə malik olan bir rayondur. Biz Kəlbəcərin bütün imkanlarından Azərbaycan xalqı olaraq istifadə edəcəyik. Azad və abad Kəlbəcərin bugünü isə bütöv Azərbaycanın qürurudur. Təsəvvür edirsiniz, artıq paytaxtda bu bölgənin məhsulları gətirilir. Həm müxtəlif sərgilərdə nümayiş etdirilir, həm də satışa həyata keçirilir. Məsələn, arıçılıq məhsulları, Kəlbəcər balı, mağazalarda vitrinləri bəzəyən isti su. Hətta artıq elə Kəlbəcərin özündə də yerli və beynəlxalq tədbirlər təşkil olunur. Kəlbəcərlilər isə öz el-obalarını qarış-qarış yenidən kəşf edirlər. Və şükürlər olsun ki, bugün Kəlbəcər şəhəri qurulur, Kəlbəcərin kəndləri abadlaşır. Artıq yəqin ki, yaxın vaxtlarda gələn ildə Kəlbəcərin kəndlərinə də köç olacaq. Kəlbəcər şəhərinə artıq köç olubdur. Bugün Kəlbəcərdə insanlar yaşayır və Kəlbəcər çiçəklənir. Müasir metodlarla gözəl bir şəhər tikilir, dağ memarlığına uyğun şəkildə. Dünyanın ən gözəl nümunələrini də götürərək Kəlbəcər şəhəri tikilir. Və bu şəhər, mən deyərdim ki, Azərbaycanın yox, dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəkdir. Kəlbəcər həm də yerli və beynəlxalq turizm mərkəzinə çevrilir. Bu istiqamətdə mühüm işlər görülür. Çünki məhz burada turizmin həm müalicəvi, həm də bir çox digər növlərini inkişaf etdirmək üçün kifayət qədər potensial var. Asəf Zeynallı, Əli Abbaslı, Çinarə Vaqif, Telesəhər.